Fərdin psixi sağlamlığı, sağlam ailə, sağlam övladlar və nəhayət sağlam cəmiyyət deməkdir. Bəzən insanlar psixi sağlamlıqdan danışılarkən təəssüf ki, elə düşünürlər ki, sadəcə xəstəliklər nəzərdə tutulur. Halbuki psixi sağlamlıq yaşama gücümüzün tarazlığı deməkdir. Bu tarazlıq bəzən itirdiyimiz insanlarla, çətin günlərlə və ya mənəvi olaraq çox yorulmaqla pozula bilir. Bu zaman beynin, psixikanın kömək istə siqnalı işə düşür. Və təbii ki, kömək istəmək hər bir insanın həm haqqı, həm də özünü qoruma üsuludur. Bunu ona görə deyirəm ki, bəzən insanlar psixoloji dəstək alma haqqında yanlış düşüncəyə sahib olurlar. Hətta bunu özlərinə ayıb bilirlər. Bugün Ümumdünya Psixi Sağlamlıq günüdür. Psixi sağlamlıq haqqında danışmağa ehtiyac qalmasaydı, yəqin ki, bu xüsusi gün də olmazdı. Deməli, hələ də fərqindəlik yaratmağa ehtiyac var. Unutmayaq, fərdin psixi sağlamlığı, sağlam ailə, sağlam övladlar və nəhayət sağlam cəmiyyət deməkdir.